Heç gördünüzmü o insanı? Hansı ki sizə qarşı sui-qəsd Bilmirəm, mən yəni DTX-da o koridordakı dayanıb gözləyirdim, mən gözləyirdim, içəri girməli idim. İstintaqda çıxartdılar oradan, ondan sonra mən girməli idim içəri. Belə üz-üzə gəldi, baxdım, cavan oğlandı, sarışın bir cavan oğlandı. Belə, yəni sonra da öyrəndim ki, bəs yaxşı bu nədir? Deyir, peşmandır, amma nə peşman, sonraki deyir, peşmançılıq fayda verməz. Gənc oğlandı. Nəyə lazım idi bu ümumiyyətlə? Hələ də başa düşə bilmirəm ki, yəni doğrudanmı mən bunlar üçün o qədər təhlükəli bir qüvvəm ki, mənim aradan götürmək istəyirlər. Əgər İranı nəzərə tuturlarsa, İranın apardığı bu dövlət siyasətinin əleyhinə çıxışlarından nəzərə tuturlarsa, çox yanılırlar, çox yanlış hərəkət edirlər. Çünki bu insanlara mən belə başa düşdüm ki, savadsız avam adamlardır çoxsu, beyinləri yuyulur, zombiləşdirilir. Nə əmr verirlərsə, nə göstəriş verirlərsə, robot. Hesab edin ki, robotdular bunlar.